sual bəlli oldu. Təkrar eləyirəm. Əllərində zəmbil küçə, ev bə ev gəzib pay yığan seyidlərə, seyid yox, səyidlərə necə demək olar səyid? Bir sözlə də deyə bilirəm. Biraz genişləndirə də bilirəm. Səyid Bəni Haşimdir, Peyğəmbər itirət edir, Peyğəmbər nəslidir. Onlara sədəqə, fitrə zəkatı haramdır. Bunu biləsiniz. Tarixdə var ki, Hicrətin 61-ci ilində Kərbəla əsirlərin ki apardılar Kufiyə, İbn Səd əmr verdi qadınların başlarından hicabların götürsünlər. Çünki cəmaata deyiblər ki, biz xaricilərlə vuruşuruq, müsəlmanlarla yox. Xariciləri öldürmüşük, xariciləri əsir getiririk. Bunların hicabı gərək olmuyor. Hicab olsa cəmaat deyər ki, bunların hicabı var, bunlar necə xaricidir? İbn Səd əmr verdi, hicabları qadınların başından götürsünlər. Hicabları aldılar qadınların başından, lüt dəvələr. Qadınlar, qızlar saçları ilə üzlərin, boyunların örtüblər. Kəcavələr gəldi, daxil oldu Kufiyə. Kufiyə daxil oldu, cəmaat çıxıblar evlərin başına. Evlərin başından, damdan tamaşa eləyirlər əsirlərə. Baxırlar, təəccüb eləyirlər ki, bunlar xariciyə oxşamırlar. Bəziləri gedirlər, damdan düşürlər, gedirlər evə, evdən xurmadan, çörəkdən, kəlağaydan, yaylıqdan, örpəkdən götürürlər ki, uşaqlara versinlər, qadınlara versinlər. Xanım Zeynəb Selamullahi əleyha kəzavənin üstündən üzün tutdu Kufə əhlinə. Dedi ki, ya əhləl Kufə, ey Kufə cəmaatı, əs-sədəqətul əleyna həramun. Bizə sədəqə haramdır. Siz bizə sədəqə verirsiniz. Dünya anam Zəhranın kəbinidir. Meracın gecəsində Allah Peyğəmbəri muizə eləyəndə buyurdu ki, mənim Peyğəmbərim xələqtul əşya ləkə. Bu aləmlərdə hər nə var, onların hamısını.